Birinizi xoş gördük. Bu günləri biz OTOK tərəfindən keçirilən 20 aprel 2025-ci il 11-ci siniflər üzrə tarix suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən əvvəl kanalımıza abunə olmağı və videoları like etməyi unutmayın ki, növbəti test suallarının izahı da gəlsin. Başlayaq birinci sualdan. Deməli, Qarabağ bölgəsinin tarixində Vətən müharibəsindən sonraki dövrə aiddir. İkinci Qarabağ müharibəsindən sonraki dövrə aid olan hadisəni istəyir bizdən. Əslində sual tipi çox asandır. Baxdıqca, yəni variantlara baxdıqca görəcəyik. Birinci məsələn, Xankəndi şəhərinin mərkəzində dövlət bayrağının ucaldılması bu lokal antiterror əməliyyatları 2-ci Qarabağ müharibəsindən sonrakı dövrə aiddir. Ona görə bir variantımız da varsa, cavablara baxdıqda B ilə Y variantı, deməli, digər variantlar çıxır, ikisi qalır. Hadrut qəsəbəsinin düşməndən azad edilməsi 4 oktyabr 2-ci Qarabağ müharibəsi dövründədir. Ona görə ikini də variantlardan çıxırıq. Füzuli Beynəlxalq Hava Limanının açılması bu 2021-ci ildədir. E, deməli, bunu götürürük. Cavabımız elə 1, 3 olur, Y variantı olur. 4, İranla sərhədin tamamilə ordumuzun nəzarətinə keçirməsi. Bu Ağbəndin azad edilməsi ilə İranla sərhədin tamamilə nəzarətimizə keçməsi olur. Ona görə 4 də variantlardan çıxır. Artıq cavabı tapmışıq. 32-ci suala baxaq. Verilmiş nəticələrə uyğun döyüşləri müəyyən edin. Bizans ordusunun məğlub edilməsi bilirik ki, 1329-cu il Maltepe döyüşündə Osmanlılar Bizansı məğlub etmişdi. Məsələn, Gelibolu döyüşü var ki, bu Gelibolu döyüşündə 1354-cü ildə Balkanlarda mühüm strateji əraziləri ələ keçirdilər də, əllərində saxladılar. Daha doğrusu, həmin Balkanlara hücum üçün böyük əhəmiyyətə malik oldu həmin Gelibolu döyüşü. Maxaç döyüşü 1526-dır, Qalkan 1223-dür. Deməli, Maltepe döyüşü, Ankara, sonra Konstantinopolun fəthi gecikdi. Bu Ankara döyüşündədir. Əslində bu ikinci sualın cavabının nəticəsinə baxanda Konstantinopolun fəthi gecikdi. Biz Konstantinopolun fəthini gecikdirən döyüş Ankara döyüşdür 1402-ci ildə. 3 dənə variant qalır əlimizdə. 3 variantdan biri olmalıdır. Deməli, daha sonra Macar-Çek qoşunları məğlub edildi 1526-cı il Maxaç döyüşündə. Cavabımız B variantıdır. Burada Niqbolu döyüşü var. Niqbolu döyüşünün 1396-cı ildə olmuşdu. Deməli, Bolqarıstanın fəthi tabe edilmişdi. Bolqarıstan tabe edilmişdi. Çirmən döyüşü 1371-dir. Çirmən döyüşündə Osmanlı ordusu Serbiyanın 70 minlik ordusunu darmadağın etmişdi. Çaldıran döyüşdə 1514-cü ildir. Buradakı variantların heç birinə aid deyil. 30-cu suala baxırıq. 2-ci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlı döyüşçülərin fəaliyyətinə uyğunluğu müəyyən edin. Deməli, bu bizim uşaqlar, mən bunun konspektini short hissəsində, videoların short hissəsində paylaşmışam dəfələrlə ki, baxın, 2-ci Dünya müharibəsində iştirak edən Azərbaycanlılar haqqında məlumatlar testə düşə bilər və 33-cü testdə də düşüb. Deməli, baxaq 30-cu suala. Gəray Əsədov, Mehdi Hüseynzadə və Əhmədiyyə Cəbrayılov. Baxaq, Gəray Əsədov əlbəttə ki, deməli, Ruminiyada baş verən döyüşlərdə iştirak eləmişdir. Mehdi Hüseynzadə İtaliya Partisan dəstəsinin komissarı olmuşdu. Əhmədiyyə Cəbrayılov da Fransanın ən yüksək hərbi mükafatına layiq görülmüşdü ki, hansı ki, fəxri legion ordeni idi. Yəni, əskər komandirdən qabaqda öndə gedirdi. 34-cü suala baxaq. Xəritədə rəqəmlə verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. 1 Çindir, 3 daha doğrusu 1 Hindistandır, 3 Çindir, 2 də Yaponiya ərazisidir. Deməli, uşaqlar, yəni bu testin izahını əslində 20 sınaqlı test toplusunda dəfələrlə salınıb. Ümumiyyətlə bugünkü sınaqda olan sualların əksəriyyətinin izahı 20 sınaqlı test toplusunda var. Oranı açıb videolarını izləsəz YouTube kanalımda görə özünüz də onun şahidi olacaqsınız və biz bu sualın izahını vermişik. Baxaq, 19-cu əsrin ikinci yarısında ingilislər tərəfindən tamamilə işğalı başa çatdırıldı. Təbii ki, Out knyazlığın işğalı ilə Hindistanın işğalı başa çatdırılır. Deməli, ona görə bu A variantı nəyə aid olacaq? Deməli, 1-ə aid olacaq. Deməli, daha sonra
20-ci əsrin əvvəlində respublika elan edilmişdir. 20-ci əsrin əvvəllərində respublika elan edilib Çin inqilabından sonra 11-13-cü ildən sonra Çin respublika elan edilmişdir. Bu Çinə aiddir. Birinci Napoleon işğalına məruz qalmışdır. Ümumiyyətlə bu heç bir üç dövlətin də Hindistandan, Çin, Yaponiyanın heç birinə aid deyil bu. Napoleon işğalına məruz qalmışdır. Ona görə C variantın bütün variantlardan çıxırıq. C-ni çıxdıqda əslində uşaqlar cavabımız çıxır. Elə cavabımız C variantıdır. Portsmut sülhünə görə Koreyada şəxsi ağalıq tanıdı. Bu Yaponiyaya aiddir. 19-cu əsrin 80-ci illərində konstitusiya qəbul edilmişdir. Bəli. 1889-1947-ci il Yaponiya konstitusiyası qəbul edilib. Daha sonra 35-ci suala baxaq. Babillər Zeynəb Paşa üsyanı, məşrutə hərəkatı. Cədvəldə verilənlərin oxşar cəhətlərini müəyyən edin. Əslində bu da rahat sual tiplərindən biridir. Yəni rahat şəkildə bunun da izahın, yəni həllini tapa bilərdiniz. Babillər hərəkatı 1848-52-ci illərdir. Zeynəb Paşa üsyanı 1898-ci ildir. Məşrutə hərəkatı da 1905-11-ci illəri əhatə eləyir. Deməli, baxaq variantlara. Cənubi Azərbaycan tarixinə aid olması. Hər üçü Cənubi Azərbaycan tarixinə aiddir. Daha sonra qalibiyyətlə nəticələnməsi, üçü də qalibiyyətlə nəticələnməyib. Yəni bu üçünə də oxşar cəhət kimi deyil. Qacarlar dövlətinə qarşı yönəlməsi. Bəli, həm Babillər üsyanı, həm Zeynəb Paşa üsyanı, həm də məşrut hərəkatı Babillərə, Qacar dövlətinə qarşı yönəlib. Ona görə üçü götürürük. 19-cu əsrin birinci rübündə baş vermişdir. Xeyr, 19-cu əsrin ikinci rübündə də baş verən Zeynəb Paşa üsyanı var. Çar Rusiyası müstəmləkə zülmünə qarşı baş vermişdir. Bu hər üçünə oxşar cəhət deyil. Deməli, davam eləyək. 36-cı sualla Aratda Lulubi Kuti biz bilirik ki, bu il proqrama Aratda Dövlət Qurumu da daxil edilmişdir. Burada diqqət eləməli məqam var. Yəni bu tipdə düşə bilər. Yəni biz Aratda proqrama daxil edibsə uşaqlar diqqət eləyin buna. Yəni Aratdanı tək verməyəcəklər. Aratdanı dövlət qurumlarına verəcəklər və yaxud da Aratdanı şumerlərlə, yəni hansısa mövzu ilə əlaqələndirə bilməlidir. Aratda tək düşəsi deyil. Yəni biz bilirik ki, proqramda hər şey qarışıq düşür də. Yəni ya ümumi tarixlə Azərbaycan tarixi əlaqələndirilir, ya ümumi tarixdəki mövzular bir-birinə əlaqələndirir. Deməli, davam eləyək 36-cı sualla. 36-cı suala baxaq. Deməli, ərazisi Urmiya gölündən Fars körfəzinə qədər uzanırdı. Urmiya gölündən Fars körfəzinə qədər uzanırdı. Bu bizdə Kutiyə aiddir. Deməli, sonra davam eləyək. Dini idarəyə Maşmaş adlanan kahin rəhbəri idi. Bu Aratda dövlət qurumundaydı. Hökmdar İmaşqun tərəfindən idarə olunurdu. Bu Lulubilərə aiddir. Cavabımız elə D variantı olur. Baxın. Sonra ikinci Sarqonun yürüşünə məruz qalmışdı. Heç biri ikinci Sarqonun yürüşünə məruz qalmayıb. Çünki bu dövlət qurumlarıdır. Bunlardan sonra Manna yaranacaq. Sonradan Mannaya yürüş eləyəcək ikinci Sarqon. Ona görə heç birinə aid deyil. Əslində D variantı ikinci Sarqonu çıxsaq cavabımız çıxır. Baxın uşaqlar, rahat variant işləmək. Bir dənə bu sualın cavabında D-ni bilsəz, yəni ikinci Sarqonun yürüşünə məruz qalın. İkinci Sarqon Mannada keçmişdi də biz Manna bunlardan sonra yaranıb. D-ni variantlardan çıxsaq avtomatik cavabımız olur D variantı. Akkad dövlətini süquta uğratmışdı. Bu da Kutilərə aiddir. Növbəti sualın izahına baxaq. Hansı hadisələrin nömrələrini yenilərini dəyişsə, xronoloji ardıcıllıq anlar. Attilanın Bizans dövləti ilə müqavilə imzalanması 434-447-ci illərdə olmuşdu. Bizansa yürüşü. Axund dövlətinin Heratı özünə tabe etməsi bu 484-cü ildədir. Qərbi Qaraxanlı dövlətinin yaranması 1042-ci ildədir. Bölgü xanqanın maneçiliyi qəbul etməsi 8-ci əsrdir. Çinin Qərbi Göytürk dövlətindən asılı hala salınması. Bu da 7-ci əsrin 50-ci illəridir. Davam eləyək. Burada cavabımız olur 37-də C variantı 3-5. 38-ci sual Türkiyə tarixinin 20-ci əsrin 70-ci illər tarixinə aiddir. Kənan Evrenin başçılığı ilə hərbi rejimin yaradılması. Bu, deməli, 80-ci illərə aid olan hadisədir. Türkiyədə həmin dövrdə siyasi sabitlik pozulmuşdu, çevriliş baş vermişdi. Deməli, ölkənin Kipr adasına qoşun çıxartması 1974-dür. Deməli,
Biz bunu götürürük. Mədəni inqilab ümumiyyətlə Çin tarixinə aiddir, Türkiyə tarixinə aid deyil. Üçü variantlardan çıxırıq. Siyasi sabitliyin pozulması, mən dedim ki, siyasi sabitlik pozulmuşdu. E, Həm 70-ci illərdə də çıxışlar var idi də, həmin dövrdə 70-80-ci illərdə Türkiyədə çıxışlar olmuşdu. Dövlət çevrilişinə cəhdlər olmuşdu daha doğrusu. Ölkənin NATO-ya daxil olması bu 1952-ci ildir, 5 aid deyil. Ona görə cavabımız olur 2 və 4. Növbəti sualın izahına baxaq. Deməli, bu islahatlarla bağlıdır və bunun izahı da YouTube kanalımızda yerləşdirilib. Yəni çox rahat şəkildə ora baxıb bu testi rahat şəkildə işləmək olar. Birinci, torpaq sahiblərinin öz mülkiyyətlərini nəsildən nəslə ötürmək, satmaq başlanan hüquq aldılar. Bu islahat Azərbaycan Federalının torpaq hüquqlarının güclənməsi ilə qədər yeni bir mərhələnin başlanması deməkdir. 1846-cı ilə aiddir. 18 gün müddətində bəy təsərrüfatından bir ara göndərmə məcburiyyətidir. Bu da 1847-ci il islahatına aiddir. Birinci mətndən bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahata aiddir. Kəndlərə mülkiyyət tabeliyesi verilməsi bu birinci islahat 1846-cı ilə aiddir. Bəylər kəndlər üzərində polis məhkəmə hüququ verildi həm 46, həm 47-ci ildə. Kişi cinsində olan kəndlərə pay torpağının verilməsi nəzərdə tutulurdu. Bu 1847-ci ilə aiddir. Cavabımız elə deməli 39-cu sualda C variantı olur. Xəzər vilayəti ləğv edildi. Bu islahatlara görə olmayıb. Sadəcə 1846-cı ildə sonra ləğv edilmişdi. Ali müsəlman təbəqəsinin torpaqların müsadirə edilməsi dayandırıldı. Bu da bu islahatlara aid deyil. Deməli, 40-cı sualın izahına baxaq. Gülüstan, Türkmənçay və Ədirnə sülhü. Deməli, e, baxaq. Qacarlar dövləti ruslara hərbi təzminat ödəməli idi. Bu Türkmənçay müqaviləsinə aid. Təzminat məsələsi Türkmənçaydadır. Biz Gülüstanla Türkmənçayın oxşar fərqli cəhətlərini deyirdik ki, yəni təzminat məsələsi Türkmənçayda var, Gülüstanda yoxdur. Ona görə 2-yə A variantıdır. Çar 1-ci Aleksandr hakimiyyət dövrü 1801-25-dir. Həmin dövrdə də Gülüstan sülhü imzalanıb. Gürcüstan sülhü 1813-dür. Türkmənçay sülhü 1828-dir. Ədirnə sülhü də 1829-cu ildədir. Daha sonra davam edək. Cənubi Qafqaz Çar Rusiyasının işğallarını təsdiqlədi. Bu hər birinə aiddir. Gülüstan müqaviləsində də, Türkmənçay müqaviləsində də, Ədirnə sülhündə də Cənubi Qafqazda Çar Rusiyasının işğalları təsdiqləndi. Axası Paşalığın bir hissəsinin Rusiyaya ilhaq edilməsi bu Ədirnə sülh müqaviləsindədir 1829-da. İlk Rus məskənləri yaradıldı. Bu 30-cu illərə aiddir. 30-cu il qərarlarına görə ilk Rus məskənləri yaradılmışdı. 41-ci suala baxaq. Xəritədə paytaxtları ulduzla verilmiş Azərbaycan dövlətlərinin tarixinə 10-cu əsrin birinci yarısına aid ümumi cəhət isə birinci xəritədəki yerləri tapacaq. Daha sonra onun 10-cu əsrin birinci yarısına aid ümumi cəhətini tapacaq. Ona diqqət etmək lazımdır. Bura Şirvanşahlar ərazisidir. Bura isə 10-cu əsrin birinci yarısında həm Sacı, həm Salari, paytaxtları da Ərdəbil. Ərdəbil idi. Baxaq üçünə aid oxşar cəhət. Müstəqilliklərinə son qoyulması. Bilirsiniz ki, Şirvanşahlar ən uzun ömürlü feodal dövlət idi. O 16-cı əsr, 1538-ci ildə son qoyulub. Ona görə A variantı aid deyil. Slavyanların yürüşünə məruz qalması. Bəli, hər üçü, yəni daha doğrusu bu xəritədə verilmiş Ərdəbil və Şirvan ərazisi, deməli, Şirvanşahların ərazisi Slavyanların yürüşünə məruz qalmışdı. Aydındır. Ona görə cavabımız B variantıdır. Davam edirik. Monoğu müəyyən edin. Şimali Azərbaycanın iqtisadi həyatında baş verən yenilikdir. 19-cu əsrin 60-cı illəri, 19-cu əsrin 70-ci illərinə aid olan hadisələri götürəcək. Cavad Məlikov Bakıda Ağ Neft zavodunun tikdirməsi 1863-dür, götürürük. Şəkidə ipək fabrikinin açılması 1861-dir, götürürük. Dərbənd quberniyasının yaradılması 1846-da götürmürük. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi 1853-dür. 19-cu əsrin 70-ci illərində Vahid kənd idarəsinin yaradılması 1865-ci ildədir. Neft daşınmasına vaqon sistemlərinin istifadə olunmağa başlanması 19-cu əsrin 80-ci illərindədir. İrəvan şəhərinin özünü idarə hüququ alması bu 19-cu əsrin 70-ci illərinə aid deyil. İlk neft daşıyan tankerlərin istifadə edilməsi 19-cu əsrin 70-ci illərinə aid edilir. Deməli, cavabımız 1-ə A, B, 1-ə A, B, 1-ə A, B olan variant A variantındadır. 2-yə də D-dir. Növbəti sualın izahına baxaq. Deməli,
Cədvələ əsasən döyüşlərin düzgün verildiyi cavabı müəyyən çox rahat suallardan biridir. Biz Katsek-Sifonu Ərəb-Sasani müharibəsi kimi bilirik. Katsek-Sifon, ona görə cavabımız elə C variantı olur. Ərəb-Xəzər müharibədə Bələncər döyüşü, bir də Savalan Hilat döyüşləri keçmişik ki, 4 dənə döyüş, 2 dənə Bələncər, bir də Savalan Hilat döyüşləri ki, Xəzərlərlə ərəblər arasında olub. Deməli, yalnız Hilat döyüşündə ərəblər qalib gəlib, qalanlarında məğlub olub. Deməli, Ərəb-Sasani müharibələrində Katsek-Sifon. Cavabımız C variantıdır. Davam eləyək 44-cü sualla. Xəritədə ulduzla verilmiş şəhərin 18-ci əsr tarixinə aiddir. Göyçənin sol tərəfi İrəvan ərazisidir. İrəvana aid olan xüsusiyyətləri biz götürəcəyik. Görək, davam eləyək. Deməli, Çar 1-ci Pyotrun qoşunları tərəfindən işğal edilməsi aid deyil. Şah Abbas tərəfindən Osmanlı işğalına azad edilməsi 18-ci əsr tarixinə aid deyil. Qarabağ xanlığının asılı vəziyyətə düşməsi aiddir. Ərazisində Sardar sarayı inşa edilməsi və İrəvan ərazisində inşa edilib. Cavabımız 3 və 4-dür. Qədim dövr tarixinə aid oxşarlıqlardan biri yanlışdır. Baxaq 5-ci suala. Şumer və Hunlar türk mənşəli tayfalardır. Doğrudur. Daha sonra demək, Yunanistan və Böyük Hun dövləti Makedoniya İskəndər yürüşünə məruz qalmışdır. Yunanistanla yürüş eləyərkən o eradan əvvəl 38-ci Xroneya döyüşündə atası Filip idi. Ona görə o aid deyil. Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin varlığına son qoyulmuşdur. O kimə aiddir? Filipə aiddir. Makedoniya. Ona görə cavabımız B variantı. Böyük Hun dövlətinə aid deyil. Deməli, qalanlar doğrudur. Makedoniya Yunanıstan Roma Respublikasının işğal tərəfindən işləmişdir. Bəli, 146-cı ildə deməli Makedoniya Yunanistan işğal edilmişdi eradan əvvəl. Hindistan və Çin 3-cü yüzillikdə vahid dövlət halında birləşmiş. Bəli, hər ikisi bax Çin də, Hindistan da 3-cü əsrdə vahid dövlət halında birləşmişdi. Qərbi Roma dövləti və Çin Hunlarla mübarizə aparmışdır. Bəli, doğrudur. Qərbi Roma və Çin Hunlarla mübarizə aparmışdır. Attilanın dövründə Qərbi Roma. 46-cı suala baxırıq. Deməli, Weimar Respublikası mövcud dövründə baş vermişdir. Weimar Respublikası 1919-1933-cü illərdə olmuşdur. Deməli, baxaq, ölkənin Millətlər Cəmiyyətinə daxil olması. Bax, Almaniya Millətlər Cəmiyyətinə daxil olub 1926. Saar vilayətinin referendumla geri qaytarılması 1935. Avstriyanın dövlətə birləşdirilməsi, yəni Anşlüz deyirlər buna tarixdə. Avstriyanın Anşlüzü bu 1938-dir. Lokarno konfransında bərabər hüquqlu dövlət kimi tanınması 1925-dir. İtaliya ilə Polad paktının imzalanması 1939-cu ilə aiddir. Səfəvi dövlət idarəçiliyinin Qaraqoyunlu dövlət idarəçiliyindən fərqli cəhətləridir. Fərqli cəhətləridir. 47-ci suala baxırıq. Deməli, dövlətin başında qeyri-məhdud hakimiyyətə malik hökmdarın durması, hər ikisində qeyri-məhdud hakimiyyətə malik hökmdar dururdur. Vəzirin maliyyə işlərinə nəzarətə keçməsi, hər ikisi vəzirin yanında maliyyə işlərinə nəzarət edirdi. Hökmdarın yanında məşvərətçi orqanın fəaliyyət göstərməsi hər ikisində var. Ona görə deməli, baxaq. 47-ci sualda yalnız 4 qalır. Hökmdardan sonra ikinci şəxsin vəkil olması. Hökmdardan sonra ikinci şəxs deməli vəkil olması məsələsi Qaraqoyunlu Ağqoyunlu dövlətində Əmrəl Ümərra idi. Səfəvilər dövlətinə aiddir o. Səfəvilər dövlətinə aid deyil, daha doğrusu. Deməli, Səfəvi dövlət idarəçiliyində Qaraqoyunlu dövlət idarəçiliyindən fərqli cəhətləri. Hə, Səfəvi dövlət idarəçiliyində də doğrudur. Amma Qaraqoyunlu dövlət idarəçiliyində Əmir Əli Ümərra idi. Cavabımız Y variantıdır. 48-ə baxırıq. Yusif İbn Əbüsat və Şəmsəddin Eldənizin fəaliyyətinə dair ümumi cəhətlər. 48-ci suala baxırıq. Şirvanşahlar dövlətinin asılı salınması. Hər ikisi Şirvanşahlar dövlətinin asılı salıb. Gürcülər üzərində qələbə qazanıb. Hər ikisi yeni dövlətin əsasının qoyulması hər ikisinə aid deyil. Çünki deməli, yeni dövlətin əsası oxşar cəhət deyil. Azərbaycan ərazilərinin vahid dövlətdə birləşdirilməsi oxşar cəhətdir. Azərbaycan ərazisində hər ikisi vahid dövlətdə birləşib. Həm Yusif İbn Əbüsat, həm də Şəmsəddin Eldəniz. Ona görə cavabımız 1-2-4-dür. Davam edirik 49-cu sualla. Ağqoyunlu dövlətinin xarici siyasətinə aid uyğunluğu müəyyən edin. Baxaq.
Qızıl Ordu dövləti Qaraqoyunlara qarşı ittifaq yaratmışdır. Qaraqoyunlara qarşı ittifaq yaratmışdır. E, Belə deməli A aid deyil. Sənədlərin pozulmaması haqqında razılığa gəlmişdir. B variantı aiddir. Səfəvi dövlətinə qarşı sazı imzalanmışdır. Aid deyil. Osmanlı dövlətinə bax. Trabzon üzərində münaqişədə olmuşdur. Aid deyil. E, Biz Ağqoyunlu dövlətin xarici siyasətinə aid uyğunluğu müəyyən eləyəcəyik. Davam edirik. Çünki 1461 Trabzon məsələsi 1461-ci ildə olub. Həmin dövrdə Ağqoyunlu dövləti yox idi. Aydındır. Ağqoyun dövlətinə vaxt yəni 1468-dən 1503-ə qədər fəaliyyət göstərmişdi. Sultan II. Bəyazıdın dövründə dostluq münasibətlərini yaratmışdır. B variantı aiddir. Malatya döyüşündə Sultan II. Mehmedin qoşunlarını məğlub etmişdir. Bu da aiddir. Avropa dövlətləri ilə Ağqoyun dövlətinin baxırıq. Ərdəbil şeyxlərinə qarşı hərbi ittifaq yaratmışdır. Bu aid deyil. Hərbi ittifaq yaratmaq üçün Venesiya ilə diplomatik münasibətlər bu aiddir. Nikah diplomatiyası istifadə Trabzon kralına müttəfiq olmuşdur. Bu aiddir. Trabzon məsələsində Ağqoyun dövləti dövlət deyildi. Qarabağ general qubernatorunun sərhədlərinə daxil idi. Şuşa qəzası bu məntiqlə də tapmaq olardı uşaqlar. Deməli, 1919-un yanvarında 3-cü hökumət kabinetini təşkil etmişdi Qarabağ general qubernatorluğunun ərazisində Şuşa qəzası, Cavanşir qəzası, Cəbrayıl qəzası və Zəngəzur qəzası daxil idi. 1, 2, 5, 6 cavabımız C variantıdır. Növbəti sualın izahına baxaq. Birinci Pyotrdan fərqli olaraq 2-ci Yekaterinanın dövründə Çar Rusiyası görək hansı hadisələrlə yadda qalıb. Deməli, baxaq. Azərbaycan torpaqlarına yürüş etmişdir hər ikisi. Baltik dənizinə çıxışa nail olmuşdur Pyotr Şimal müharibəsindən sonra. Qara dənizi üzmə hüququ qazanma imzalanmışdır. Aid deyil. Cavabımız A variantıdır. Krım xanlığının işğalı, bir də Qara dənizə üzmə hüququ qazanmışdır. Birinci suala baxaq. Aslan Şahın uyğunluq pozulmuşdur. Buna diqqət edək. Aslan Şahın sultan elan edilməsi Atabəy Eldənizin İraq Səlcuq sultanlığını idarə etməyə başlaması. Aslan Şahın sultan elan edilməsi ilə Atabəy Eldənizin İraq Səlcuq sultanlığı idarə etməyə başlanması cavabı doğrudur. Şirvanda Kəşranilər sülaləsinin varlığına son qoyulması 1027-dir. Səlcuq imperiyasının Azərbaycan işğalını başa çatdırması 1066-dır. Mən demişəm ki, səbəb nəticə arasında heç vaxt bu qədər məsafə ola bilməz. Ona görə cavabımız nədir? B variantıdır. O birisi cavablar isə doğrudur. Daş dövründən fərqli olaraq erkən və orta tunc dövrlərinə aiddir. Demək, əkinçilikdə suni suvarma sistemindən istifadə olunmuşdur. E, Bu cavab doğrudur. Erkən və orta tunc dövründə var idi. Siklopik tikililərin inşa edilməsi, siklopik tikililərin inşa edilməsi son tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçmişdir. Neolitdədir. Köçmə yaylaq maldarlığı erkən tuncda var. Ondan sonra da davam edib. Cavabımız 1 və 4-dür. Növbəti sualın izahına baxaq. Deməli, uyğunluğu müəyyən edin. Hastings döyüşünün baş verməsi 1066-dır. Fransa mərkəzləşmişdi. Fransa deyildi, İngiltərə idi. Bir yanlışdır. Bizansın xaçlılara dəstək verməməsi ikinci xaç yürüşü uğursuzluqla başa çatdı. 2 doğrudur. Avropada Rekonkist hərəkatı baş verməsi Latın İmperiyasıdır. Latın İmperiyası 4-cü səlib yürüşünə aiddir. 1202-1204-cü illərdən 1200 deməli e, 1204-1261-ci illərdə Latın İmperiyası mövcud olmuşdu. Vestfaliya sülhünün imzalanması 1648, Avropada dini müharibələrin başlanğıcı qoyuldu. Dini müharibələr sona çatdı. Bu yanlışdır. Artus sazinin imzalanması protestantların dini azadlığını tanıması və 1555-ci ildə dini azadlığı tanındı. Ona görə cavabımız nədir? 2 və 5-dir. Daha sonra davam eləyək. Heydər Əliyevin birinci rəhbərliyi dövründən fərqli olaraq ikinci rəhbərlik dövrü Azərbaycanda. Buna diqqət edin. Heydər Əliyevin birinci rəhbərliyi dövründən fərqli olaraq ikinci rəhbərlik. Biri var Heydər Əliyevin prezidentlik dövrləri, bir də var rəhbərlik dövrləri. Yəni bu məsələdə diqqətli olmaq lazımdır. Rəhbərliyi dövrü, birinci rəhbərliyi dövrü 1969-dan 1982-yədir. İkinci rəhbərlik dövrü isə 1990 3-dən 82-dən 93-ə qədərdir. Aydındır. Artıq 93-cü ildə nə olur? Prezident olur da, düzdür? 93-cü ildən 2003-cü ilə qədər.
Baxaq. Konstitusiyanın qəbul edilməsi hər ikisində var. Daha doğrusu Heydər Əliyevin birinci rəhbərlik dövründən fərqli olaraq ikinci rəhbərlik dövrü. Birinci rəhbərlik dövrü 1969-dan 82-yə, ikinci rəhbərlik dövrü 1993-dən 2003-ə qədərdir. Deməli, Konstitusiyanın qəbul edilməsi 1978-də də var, 1995-də də var. Ona görə aid deyil. Deməli, Ağdam Xankəndi dəmir yolunun istifadə edilməsi 1979-dur. Əsrin müqaviləsinin imzalanması 1994-dür. Dövlət Mehv Fondunun təsis edilməsi 1999-cu ilə aiddir. Cavabımız olur 55-də 3, 4. Xronji ardıcılığı müəyyən edin. Bu da çox sadə suallardan biridir. Rahat şəkildə bunu da e, yəni tapıb həll eləmək mümkün idi. Baxaq, birinci Bədir döyüşünə 624, Əbüslimin Əhəmənilərə qarşı üsyan baş verməsi 750, Xlodvikin xristianlığı qəbul etməsi 5-ci əsr, Almaniya kralı 1-ci Ottonun imperator elan edilməsi 962 müqəddəs Roma imperiyası var idi. Xəritədə Almaniyanın göstərin deyirdi. Bax odur. 57-ci suala baxaq. Monqolların birinci yürüşü 1220-1222, ikinci yürüşü 1225-1231-ci illərdə olmuş. Cəlaləddinin yürüşü 1225-1231-ci illərdə olmuşdu. Gəncədə Usta Bəndərin üsyanı baş vermişdi 1231. Deməli, Azərbaycan bütövlükdə Ali Monqol xaqanlığına tabe edilmişdir. Bu ikinci yürüşdən sonradır. Daha doğrusu ikinci yürüşə aiddir. Şirvanşah ikinci Aslanın qələbəsi bu heç birinə aid deyil. Təbriz şəhərini ələ keçirilməmişdir. Deməli, birinci yürüşdə ələ keçirilmir. Ona görə birinci yürüşə aiddir bu. Asunqilər dövlətini süquta uğratmışdı. Bunda Xarmşa cəlaləti 1227-ci ildə. Cavabımız olur 1-ə D, 2-yə A və Y. Evet, suala baxaq. Mətnə əsasən cavabları tapın. Yeni yaradılmış dövlət bir sıra siyasi islahatlar həyata keçirdi. Nadir xandan bəhs edir. Mənbədə bəhs edilən qurultayın nəticəsində 1736-cı il qurultay idi. Deməli, e, süquta uğradılmış dövlət Səfəvilər dövləti idi. Yeni yaradılmış dövlət Əfşarlar dövləti idi. Daha sonra e, mənbədə bəhs edilən qurultayın nəticəsində yaranan dövlətlərin həyata keçirilmiş islahatlarının hərəsinə aid cədvəl üzrə nümunə yazın. Məsələn, birincisinə e, Məşhəd paytaxt oldu. Sədrəzəm və baş vəzir vəzifələri ləğv olundu. E, Vergidə intizam yaradıldı. Ruhanilərin mülkləri müsadirə olundu. Bunu aid eləyə bilərik. Yeni yaradılmış dövlətin yeni yaranan dövlətin qurucusunun və Şah Abbasın xarici siyasətinin oxşar cəhətlərini yazın. Osmanlı dövləti ilə müharibə, Osmanlı dövləti ilə müqavilə yaza bilərdiniz.